Herkese salam, ben Fərid. Yepyeni bir video ile karşınızdayım. Bilirsiniz, yeniliklə Rockstar Games'in paylaştığı videosunda GTA 6 trailerini izleyeceğiz. Yani bilirsiniz, GTA 6 deyirdilər 2025'te çıxacaq, amma təəssüf ki oyunun hələ də düzəlişlər gedir. Ona görə də hələ ki trailerdə göstərdiyi kimi böyük ehtimal 2026'da çıxacaq və o yenidən Roleplay 2 oyunu çıxacaq o vaxta kimi. Roleplay 2 bilirsiniz ki oyunların oyunudur və GTA 6'ya hardasa bənzəyir, yəni o qrafik dizaynı üzrədir, amma yəni qrafiki onun kimi yəni ideal deyil də. İndi gəlin GTA 6'nı izləyək. Görürsünüz, yəni belə hekayə kimi başlayacaq, amma mənə elə gəlir ki, yəni GTA 6'nın hekayəsi GTA 5'dən daha da üstün olacaq, çünki yəni 2025'də çıxacaqdı, amma görürsünüz 2026'ya qalıb, yəni insan əzəlilərinə kimi, sinə tüklərinə kimi görürsünüz, yəni əksəriyyət hər şey var. Qrafik əsasən real həyata əsaslanıb. Yəqin ki hekayəsindəki ideal bir hekayə gözləyirik, yəni çox qəşəng olacaq, məşq treyinlərinə kimi hər şey var. Bu GTA 6'nın özün paylaşdığıdır, polislə dava və hər şey, hər türmə həyatına kimi qrafiklər var. Böyük ehtimallar bu oyun yəni reytinglər partladacaq, çünki trailerin paylaşında bir həftə ərzində 100 milyon baxışa kimi gəlib. Mənə elə gəlir ki, hətta bu oyun bir müddət yəni belə deyək, konteri dəstəkləməyəcək GTA PlayStation'larda. Yəni əsasən PlayStation 5'də dəstəkləyəcək, çünki yəni ki həqiqətən də 300 FPS olacaq, yəni telefon kompüteri dəstəkləyə bilməz. Yəni güclü kompüterlər olsa, o da ki bir il yarım sonra məncə kompüterlərə və digər platformalara gələcək. Əsasən PlayStation 5'də oynanılacaq bu oyun və mənə çox güman elə gəlir ki, ilk öncə yəni ödənişli olacaq. Sonradan yəqin ki PlayStation 6 falan çıxacaq. Yəni PlayStation 6'da bu oyunu tam dəstəkləyəcək. Ona görə də hələ ki oyunlar, gaminglər hələ ki üzüləcək. Çünki bu oyun hələ bir ilə çıxacaq. Bir ilə çıxmasına rəğmən də kompüter və digər platformalara, yəni digər şəbəkələrə, telefona yəni bir ildən çox müddətə, ən aşağısı 2 il ərzində gələcək. Amma belə qrafik dizaynları GTA 5'dən də üstündür və daha da gerçəkçi həyata bağlayıblar. Hər cür qrafik və hər cür şey fikirləşiblər. Mənim fikrimcə oyun çox əla olacaq və oyun həqiqətən də GTA 6 o Rockstar Games'in ən çox partladanlardan bir oyun olacaq. Sizin də oyun haqqında nə fikirləriniz varsa, yəni GTA 6 haqqında olan bütün fikirlərinizi rəy qismində yazıb bildirməyi unutmayın. Və dostlar, videomu bura kimi izlədiyinizə təşəkkürlər. Kanala abunə olub bildirmə açmağı və like, yorum atmağı unutmayın. Sağ olun dostlar və növbəti video nə olsun, onu yazmağı yorumlarda da unutmayın.